Salam əziz ikincilər, bugünkü dərsimiz simvollar. Uşaqlar, aşağıdakı simvolları hansı fənlərə aid edərdiniz? Diqqətlə şəkillərə baxaq. Birinci, informatika dərsinə aiddir. Yəqin ki, siz kompüteri və onun klaviaturasını görürsünüz. İkinci simvol isə fiziki tərbiyə dərsinə aiddir. Bəs üçüncü də sizin ən çox sevdiyiniz riyaziyyat fənninə aiddir. Dördüncü simvol musiqi notudur, bu isə musiqi fənninə aiddir. Ən sondakı isə, bu da yəqin ki, çox sevdiyiniz bir fəndir, təsviri incəsənət fənninə aid simvoldur. Növbəti tapşırığımız, təsəvvür edin ki, xaricdən gəlmiş bir adamla söhbət edirsiniz. O sizdən kağız pullarımızın üzərindəki təsvirlərin mənasını soruşur. Bu təsvirlərdən istifadə edərək vətənimiz haqqında ona geniş məlumat verməlisiniz. Pulların şəkillərinə diqqətlə baxaq. 1 manatın üzərində təsvir olunan nədir uşaqlar? Azərbaycanın qədim musiqi alətləridir. Siz orada tarı, kamanı, musiqi notunu və qavalı görürsünüz. Demək, bunlar bizim qədim musiqi alətlərimizdir. Bu şəkildə məlumat verəcəksiniz. Həmin pulun digər üzündə isə Azərbaycan xəritəsi göstərilir və xəritəmizin də Azərbaycan ərazisinin də şəkil olaraq qartal şəklində olmasını nəzərə çatdırarsınız. Qartal isə səmalarda ən yüksəklərdə uçan, bilirsiniz ki, ən qürurlu quşlardan biridir. Yəni, simvol olaraq ən güclü quşlardan biri sayılır. Növbəti 5 manatın şəklində isə siz yenə də Azərbaycan xəritəsini görürsünüz. Növbəti 5 manatın digər üzündə isə biz lələk işarəsini görürük. Lələk şəklidir, bu qədimdə yazı vasitəsidir və yanında isə qədim kitablar təsvir olunmuşdur. Bu o deməkdir ki, Azərbaycanın qədim ədəbiyyatı var və minilliklər, əsrlər boyu xalqımızın ədəbiyyatı yaşayıb, onu yaradan şairlərimiz, yazıçılarımız var. Azərbaycan xalqının əsərləri dünyada məşhurdur. Növbəti tapşırığımız, aşağıdakı təsvirlərə baxın, təsvirlərdə əks olunmuş simvolların mənaları haqqında danışın. Birincidə siz qlobus işarəsi görürsünüz və uşaqların əl-ələ tutması təsvir olunmuşdur. Bu, uşaqların birliyi, dünyaya sülh istəyirik deməsidir. İkincidə isə biz not dəftəri görürük, yəni qeyd dəftəri görürük. Biz işarələri, yəni gördüyümüz hər hansı bir hadisəni tez, qısa şəkildə qeyd etmək istəyiriksə, bizə verilmiş məlumatları və s. biz onu qələm vasitəsilə tez bir zamanda qeyd edə bilirik. Yəni, bu bir qeyd dəftəridir. Üçüncü simvol isə telefon dəstəyidir. Xəbərləşmə vasitəsidir, bilirsiniz, telefon. Dördüncüdə not görürük, musiqi simvoludur. Beşinci simvolda biz qadağan işarəsini görürük. Bu isə müəyyən təhlükəli ərazilərdən keçməmək simvolunu bizə çatdırır. Və ən sonuncuda isə 2 emosiya görürük. Yəni, burada qəmli və şad insan emosiyaları görürük. Sağ olun əziz şagirdlər, gələn dərsimizə qədər.